Son sərgisindəyəm. Maraqlı bir şey axtarıram. Maraqlı bir şey tapsam sizə də göstərərəm. Maraqlı məhsullardan biri bu sap deyirlər buna. Ayaq üstə və otura-otura da üzmək olar sapla. Mühərriklə olanı da var. Bundan öncəki oktyabr ayında, noyabr ayında olan Kanton sərgisindən mən bu pavilyonu göstərirdim. Ümumiyyətlə bu havada istirahət, yəni aktiv istirahətdən rəylərdə bildirdilər ki, ehtiyac yoxdur. Biz dincəlmirik deyirlər. Biz kişilər böyüyəndə yenə uşaq qalırıq. Ev heyvanları üçün sevdiyin komandanın forması, uşaqlar üçün meydançalar və idman alətləri, batut çeşidləri görürsüz canlı reklam eləyirlər. Burada da həm ticarət, həm idman gedir. Fitness üçün avadanlıqlar. 16 il içində yaşayıram və hər növ bir xidmət göstərə müraciət edin. Son zamanlar dəbdə olan qaçış zolağı. Bu Kanton sərgisində fikir verdim ki, video çəkib şəkil çəkməyi çoxsu narazıdır, çoxsu narahatdır. Niyəsə bilmirəm, açığı siz bura sərgilənməyə çıxmısınız. Dünya digitala gedir, amma siz deyirsən onu çəkmə, bunu çəkmə. Yəni məntiq başa düşmürəm. Sərgiyə çıxmısan, məhsulunu göstərirsən. Bunun videosunu da çəkəcəklər, şəklini də çəkəcəklər. Sərginin populyar olmasına blogerlər, yəni hardasa bir əli var. Çünki buranı çəkib göstərdilər, yaydılar. Bilməyən, eşitməyən də dedi ki, gedin baxım orada nə var, nə yox. Amma bunlar deyir burada çəkmə, tamam.